videoda sizi 10 yaş daha gənc göstərən makiyaj texnikaları və sirləri ilə tanış edəcəyəm. Mən sizə sübut edəcəyəm ki, düzgün makiyajla daha gənc, fresh, təbii, tərabətli, eyni zamanda baxımlı görünmək mümkündür. Salam gözəl xanımlar, xoş gördük hər birinizi mənim YouTube kanalımda. Mənim adım Süreyya Farzelayevdir. Burada mövzu kosmetika, makiyaj, qulluq, baxım, gözəllik və ümumiyyətlə qadınlara aid olan çox şey. Əgər gözəllik sirləri ilə maraqlanırsınızsa, səhifəmə abunə olmağı, bu videoya like qoymağı unutmayın. Həmçinin zəng düyməsinə klik edin ki, hər bir yeni çıxan videodan ilk siz xəbərdar olasınız. Başladıq. Və biz sizinlə başlayırıq ilk öncə tonal kremdən. Mən özümdəkini göstərib deməyəcəm ki, ancaq bundan olmalıdır, başqası olmaz, ən yaxşı budur falan filan yox. Özünüzdə nədirsə, hansını sevirsinizsə, hansı finişi sevirsinizsə, həmin tonal kremdən də istifadə edin, fərqi yoxdur. Bu super örtücü tonal krem də ola bilər, BBCC krem də ola bilər, glow skin effekt verən tonal krem də ola bilər. Yəni burada fərqi yoxdur. Bu tip makiyajlarda əsas olan odur ki, tonal kreminizi nəm süngər vasitəsilə istifadə edəsiniz. Yəni süngərinizi götürürsünüz, onu isladırsınız, sonra suyunu sıxırsınız, amma lap quru olacaq dərəcədə möhkəm bütün var gücünüzlə sıxmayın. Biraz nəm qalmalıdır. Tonal krem ilə işimizi yekunlaşdırdıq. İkinci addım konsilerdir. Konsileri göz ətrafımıza vururuq ki, göz altı qaralıqlarımızı biraz gizlətsin. Burada da yenə fərqi yoxdur. Normalda istifadə etdiyiniz konsileri götürürsünüz və tətbiq edirsiniz. Sırf bu olmalıdır deyə bir qayda yenə də yoxdur. Amma yaxşı olar ki, ondan az istifadə edəsiniz. Çünki çox istifadə edəndə bu həm yaxşı görünməyəcək, həm göz altı qırışlara dolacaq, həm də örtücülük olan deyil. Mən konsileri tətbiq etdikdən sonra bir qədər gözləyirəm. Sonra onu süngər vasitəsilə dağıdıram. Heç vaxt birinci çox vurmayın, sonra lazım olanda əlavə eləmək həmişə olur. Bu hissəyə yox, amma burada daha az oldu kimi gəlir mənə. Ona görə də bircə damcı əlavə etmək istərdim. İndi isə ənlikdən istifadə edirik. Blush. Krem teksturalı ənlikdən istifadə edirəm və shimmersiz olandan, amma yenə də siz hansından istifadə edirsinizsə, onu da vurun. Dediyim kimi, burada əsas məsələ çox abartmayaq, yəni çox vurmayaq. Bizə lazımdır ki, makiyaj sərgəli olsun və biz baxımlı görünək. Bizə lazım deyil ki, desinlər ki, üzündə kiloqramlarla makiyaj var. İstifadə etdiyim məhsulların adlarını, nömrələrini yazacağam. Ənliyin az olması sizi narahat eləməsin, çünki biz quru ənlikdə istifadə edəcəyik. Ona görə də bu qədər hələ ki kifayətdir. İndi isə biz gəlirik sizlə pudra istifadəsinə. Növbəti addımımız pudradır. Yenə də əvvəlki qayda ilə işləyirik. Az-az. Hətta mən biraz məhsulu əlimə alıram, artığını, sonra onu üzümə tətbiq eləyirəm. Belə olanda çox daha sərgəli, fresh, təbii, təmiz görünür makiyaj. Əlavə pudra götürmürəm, sırf fırçada qalanlarla kifayətlənirəm. İndi isə biz sizinlə gəlirik ənlik istifadə etməsinə. Hər şey yenə əvvəlki qaydadadır. Məhsulu götürürsünüz, əllərinizə hopdurursunuz, sonra üzünüzə tətbiq edirsiniz və mən yalnız bu hissələrə, yəni almacıq sümüyümün üzərinə tətbiq edəcəm. Üzün korreksiyasında təkcə ənlik vuracam, çünki baby face effekt istəyirəm, həm də makiyaj ağır olmasın. Əgər spreylərdən istifadə edirsinizsə, tam indi vaxtıdır. Bu elə də vacib deyil. Amma fikirləşəndə ki, yaydır, hava istidir, yəni ən azından burada elədir, yəni sayda hava istidir, Azərbaycanda bilmirəm. Əgər hava normaldırsa, yəni belə deyək, hələ də sərindirsə, keçən il mənim yadıma gəlir, çünki may ayında mən Azərbaycanda olanda dəhşət soyuq idi. Əgər soyuqdursa, ehtiyac yoxdur, amma məsələn İsraildə hava istidir. Əgər çox istidirsə, tərləyirsinizsə, o zaman spreydə istifadə eləsəz pis olmaz. Gəlirik qaşlara, qızlar. Qaşlar burada əsasdır. Etiraf edeyim ki, mən biraz həyəcanlıyam. İlk videomdur. Burada qaş qələmi, qaş üçün ten, liner heç nə istifadə eləmirik. Sadəcə olaraq şəffaf gel götürürük və qaşlarımızı ilk öncə əks istiqamətə doğru darayırıq. Bu tip makiyajlarda bilirsiniz, bizə lazım deyil. O belə darayırıq, hamısını yuxarıya doğru yapışdırırıq belə. O effekt
lazım deyil. Niyə heç nə istifadə eləmirik? Çünki istəyirik ki, makyajımız ağır olmasın. Əksinə, yüngül olsun. Həm özümüzə, həm də qıraqdakı insanlara xoş olsun. Düzdür, qıraqdakı insanların nəyinə lazımdır deyəcəksiniz. Yəni görüntü olaraq səliqəli olsun, belə deyək. Bu tip makyaj eləyən qadınlar məncə üzümdə kiloqramlarla makyaj yoxdur. Amma bununla belə baxımlıyam, makyaj etməyi və kosmetikalardan necə istifadə etmək lazım olduğunu bacarıram, bilirəm, vibe'ını verir. Yəni gördüyünüz kimi mən onları sadəcə olaraq öz istiqamətlərinə doğru daradım, yuxarı qaldırmadım. Bizə lazım olan odur ki, aşağı düşməsin, düşməsin. Tüklər aşağı düşməsin. İndi biz gəlirik gözlərə. Gözlər necə olmalıdır? Gözlərdə də makyaj olmamalıdır. Amma bu vurduğumuz konsiler, belə deyək də, xətlərə dola bilər. Sadəcə olaraq bunun qarşısını almaq üçün 1-2 addım atacağıq. Amma bu super full ağır göz makyajı deyil. Bu tonlarda olan, bütün paletlərdə var məncə bu rəngdə olan tenlər, zərsiz, yəni mat tenlər. Məsələn, bu rəngi götürürsünüz. Bunu bütün göz qapaqlarınıza vurursunuz. Bununla belə konsileri biraz daha quruduruq və onun gün boyu bu qırışlara dolmasının qarşısını alırıq. Və ya əgər siz krem teksturalı eyeshadow göz kölgələrindən istifadə edirsinizsə, mənim ingilis dilim mükəmməldir. Bəli. O zaman diqqət edin ki, o zərsiz olsun. Zərli, şimmerli göz kölgələri bizə lazım deyil. Krem teksturasında olsun, amma bununla belə sabitlənən bir göz kölgəsi olsun. Yəni sən bunu vurursan, sabitləyirsən və salam. Gün boyu həm qalıcıdır, həm də əgər nə deyirdim mən? Yadımdan çıxdı. Hə, yadıma düşdü. Yəni əgər sabitlənmirsə, krem qalırsa, yenə də lazım olan deyil. Çünki burada həm konsiler də kremdir, bu da kremdir. O zaman belə deyək də, əksinə, yəni göz kaş olacaq. Bilmirəm, düz izah eləyə bilirəm mən, yoxsa yox, burada boş-boş danışıram özüm üçün. Və yaxud da digər seçim də var. Sadəcə olaraq ona görə bu qədər çox danışıram ki, alternativləri göstərmək üçün. Stick formatda olan tenlər seçirik. Yenə də yəni zərli, şimmerli heç nə yox, məhz mat. Məsələn, bu bej rənglərdə. Bunu da bütün göz qapaqlarımıza tətbiq edirik. Bu da bizə imkan verəcək ki, konsiler məhz bu xətlərə dolmasın. Sadəcə olaraq demək istəyirəm ki, yəni qızlar, seçim çoxdur. Nə istifadə edirsinizsə, məhz onlarla eləmək olar. Şərt deyil ki, gedib nəsə almaq, eləmək yox. Hətta istifadə elədiyiniz quru ənliyi, üzümüzə hansı ki, quru ənliyi istifadə elədik ya. Aha. Onu belə bir fırça vasitəsilə götürüb göz qapaqlarınıza vura bilərsiniz. Yəni məqsəd göz makyajı deyil, məqsəd konsilerin qırışlara dolmasının qarşısını almaqdır. Mən krem teksturalı ten götürdüm və onu bütün göz qapaqlarıma vurdum. Arxayınam ki, bu göz kölgəsi sabitlənir, yəni krem qalmır və mənə lazım olan o mat görüntünü verir. Növbədə istifadə etməli olduğumuz məhsul göz qələmidir, amma bu göz qələmi yağlı olmalı deyil. Çünki biz istəmirik ki, çox yağlı göz qələmi olsun, sonra o gün boyu axsın, falan filan, neysə, bundan bizə lazım deyil, biz bunları istəmirik. Bizə lazımdır ki, sabitlənən olsun, yağlı olmasın və etibar elədiyimiz məhsul olsun ki, bilirik ki, o hansı ki, gün boyu buralara yayılmayacaq. Bu qələmi sadəcə kiprik diblərinə tətbiq etməklə gözüm çıxdı, kifayətlənirəm demək istəyirdim. Danışma Sürəyya, danışma. Görürsünüz, çox baxanda fərq yoxdur, amma bu göz daha mənalı görünür. Zarafat bir yana, amma bu texnika bizə gözlərimizin formasını önə çıxarmağa kömək eləyir və salam. Heç kim bizə sübut eləyə bilməz ki, bizim gözümüzdə qələm var. Hanı yoxdur, heç nə yoxdur. Bu arada məndəki qələm qəhvəyi rəngi idi, yəni qara deyildi. Sonra gəlin istifadə edək tuş, maskara. Mən yəqin ki, dibdən gətirməyəcəm, sadəcə olaraq kipriklərimin ucuna tətbiq eləyəcəm bu tuşu.
Və nəyə görə deyə soruşsaz, çünki kipriklərimin dibində onsuz da qələm var, yəni dibdən gətirməyə bilərəm. Onsuz da orada boşluqlar görünməyəcək. Qeyd eləyim ki, mən bu tuşun fanatı deyiləm. Yəni sevirəm, amma sevmədiyim tərəfləri də var. Göstərim hansıdır. Estee Lauderin adını bilirəm ki, oxuya bilən deyiləm, çünki dəfələrlə cəhd eləmişəm, amma alınmayıbdı. Nəysə, Estee Lauderin bu qızılı qablaşmada olan tuşu. Bəyəndiyim tərəfləri də var, bəyənmədiyim tərəfləri də var. Birinci, bax, şotkası belədir. Şotka nədir bu? Fırçası bax belədir. Bunlar da nə edir? Kiprikləri bir-birinə yapışdırır da yaxşı alınmır. Mən sevirəm tək-tək ayıranda. O da silikon şotkalarda olur, yəni bunda olmur. Rus dilində gözəldir. Bax, şotka deməyimdən o dəqiqə bilinir. Sonra amma sevdiyim tərəfi nədir? Sevdiyim tərəfi odur ki, ağırlıq yaratmır. Yəni hiss eləmirsən ki, kipriklərinə tuş vurmusan. Olur elə tuşlar ki, hansı ki, kiprikləri taxta kimi eləyir. Bütün gün boyu gözündə ağırlıq hiss eləyirsən ki, yəni məndə elədir, bəlkə də mənim gözlərim həssasdır, bilmirəm. Mənim gözlərim ağrıyır. Yəni ona görə də mən belə tuşları sevirəm. Sevirəm bunu, həm nifrət edirəm. Sevirəm ona görə ki, krem teksturalıdır. Yəni bu gün boyu krem kimi qalır. Taxta olmur, ağırlıq vermir gözə. Həmçinin yuyulmağı asandır. Amma məhz effekt olaraq soruşsaz, çox da sevmirəm. Yəni mənim kipriklərimə uyğun deyil, onları belə deyək, qaldıra bilmir. Sevdiyim tərəflərini də dedim, sevmədiyim tərəflərini də dedim. Yəni amma ona görə istifadə edirəm ki, hiss etmirəm və ağırlıq yaratmır. Yuyulanda asan çıxır və salam. Amma yenə də təkrar edirəm, effekt olaraq çox da bəyənmirəm. Yəni mənə uyğun deyil. Bəlkə fırçadan dolayıdır, bəlkə nədən dolayıdır, bilmirəm. Bir də ikinci qat, üçüncü qat. Ümumiyyətlə sevirəm keçməyi. Amma yenə də keçmək istəsəm belə keçə bilmirəm. Krem teksturalı olduğundan gün boyu bax buralara belə yayılır. O var ya, ovulub tökülmə. Ovulub tökülmə deyil, daha çox yayılmadır. Ona görə də elə bu qədər bəsdir. Kipriklərimiz də belə alındı. Bir dənə soru da var ya arxada şkafda, amma sözün düzü halım yoxdur gətirməyə. Bu da başqa videoya qalsın. Dodaqlar, dodaqlar, dodaqlar. Son nəfəsini verməyə hazırlaşan bir qələm göstərəcəm sizə. Next. Nömrəsi neçədir? Təbii ki, nömrəsini heç kim bilmir. Çünki o artıq yeyilibdir, o artıq yoxdur. Məni at, məni tulla deyir. Yaxşı olar ki, dodaqlar üçün tünd qələmdən istifadə etməyəsiniz. Çünki hər şey super natural görünməlidir. Dodaqların mərkəzinə tint istifadə eləməliyik. Nəyə görə tint? Çünki tint bizə kömək eləyəcək ki, günün sonuna qədər dodaqlarda rəngli qalsın. Tintlər çox qalıcı olur bildiyimiz kimi, amma mən tint istifadə eləmirəm, çünki dodaqlar quruyur və məndə uzun müddətdir ki, tint yoxdur. Ona görə də əgər siz də mənim kimisinizsə, qırmızı dodaq boyasını götürün, onu dodaqlarınızın mərkəzinə vurun və barmaqlarınızla dağıdın. Hal-hazırda cəmi 2 dənə lip gloss var. İndi bilmirəm hansını tətbiq edeyim. Biri rənglidir, biri rəngsizdir, şəffafdır. Yəni rəngsiz olan budur. Mən sadəcə olaraq bunu həmişə pomadaların üzərindən vurduğum üçün indi rəngli görünə bilər. Gəlin rəngsiz dediyim bu glossdan vurum. Hər zaman makyajı yekunlaşdırdıqdan sonra əlavə etmək istədiyiniz şeyləri üzünüzə vura bilərsiniz. Məsələn, bronzer ola bilər bu. Məsələn, highlighter ola bilər bu. Belə ki, mən əlavə heç bir şey etmək istəmirəm. Hətta görürsünüz, biz pomadanı, tinti barmaqlarımızla tətbiq etdiyimiz üçün, onsuz da qələmin rəngi super natural idi və bilinmirdi. Onu barmaqlarımızla da dağıdanda xət-xət qalan heç nə olmadı və ümumiyyətlə üzümüzdə xət-xət olan heç nə yoxdur. Bu əladır. Bu qədər hər kəsə sağlamlıq, xoşbəxtlik və gözəllik arzu edirəm. Gözəllik deyəndə sadəcə xarici gözəlliyi deyil, həmçinin daxili gözəlliyi də nəzərdə tuturam. Və son olaraq xahiş etmək istəyirəm ki, sizdən siz öz fikirlərinizi mənimlə bölüşəsiniz. Sizcə bu makyaj necə alındı? Ümumiyyətlə danışa bilmirəm, səhər-səhərdir biraz. Sizcə bu makyaj çoxmu sadədir, çoxmu yüngüldür?
və yaxud da bəziləriniz üçün çox abartılı da ola bilər. Ümumiyyətlə siz nələrdən istifadə edirsiniz gündəlik makiyajlarda? Nələr vurursunuz, nələr vurmursunuz? Bütün fikirlərinizi yazın mənə, çünki bunlar mənə inanılmaz dərəcədə maraqlıdır. Sevirəm bütün bu işləri, kosmetikaları, makiyajı, bəzənməyi, falan filan hamısını. Əgər siz də mənim kimi sevirsinizsə, dediyim kimi rəy bölməsində fikirlərinizi yazmaqdan çəkinməyin. Zəng düyməsinə klikləyin ki, yeni video çıxanda xəbərdar olasınız. Amma bunun üçün ilk öncə abunə olmaq lazımdır. Bəli, bu səhifəyə abunə olun və videoya like qoyun. Öpürəm, qucaqlayıram. Hələlik.